Salam kanalımın değerli izleyicileri. Bugün sizlerle sobada göbelek ve badımcan dolmasının reseptini bölüşeceğim. Bir adet xırda doğranmış soğanı yağda qovururuq. Üzerine kubik şeklinde doğranmış toyuq ətini ve 2 diş xırda doğranmış sarımsağı əlavə edib qızartırıq. Hazır olduktan sonra qazın üzerinden götürüp soğumaya qoyuruq. Soğuduktan sonra içerisine xırda doğradığımız qozu, rəndelənmiş Holland pendiri, mayonezi əlavə edib qarışdırırıq. Pendir duzlu olduğundan mən oraya duz əlavə etmədim. Göbələklərin qabıqları təmizlənir və yuyulur. İçərisinə içlik yerləşdiririk. Üzerine isə rəndelənmiş Holland pendiri qoyuruq. Bişireceğimiz qabın içerisine 2 yemek kaşığı zeytin yağı əlavə edib 180 dereceli sobada pişiririk. Badımcanları önceden mən kızartıp koymuşam. Badımcanı yuyub qabığını soyuruq və orta hissəsini çərtib duzlayıb acılığını çıxartırıq. Acılığı çıxdıqdan sonra yeniden onu yuyub yağda kızartırıq. Pişireceğimiz qabın içerisine badımcanları yerləşdiririk və içerisine içliyi qoyuruq. İçliyin üzerine Holland pendiri, rəndelənmiş Holland pendiri qoyub 180 dereceli sobada pişiririk. Budur, artıq göbələk dolmamız hazırdır. Bu da bizim badımcan dolmamız. Her ikisi çok dadlı alınıb. Sizler de hazırlayın, nuş edin. Bugünlük de bu kadar əziz izleyiciler. Yeni videolarda görüşene kadar. Hələlik.